Hamınıza salam dostlar. Bugünkü videoda Skyler Games Emancipate oynayacağıq. Uzun zamandan sonra axırda bir oyun oynadıq. Və bu da bu oyundur. Çox yaxşıdır. Yaxşı oyundur. Görürsünüz ayarları və inşallah başlayacağıq biz bu oyuna. Oyun deməli buradan bəlli ki oyunu bəs hamımız görmüşük. Çox gülməli oyundur məncə. Yəni düz həm qorxu, həm gülməli var. Yaxşı oyun məncə. Yəni hamımıza tövsiyə görürəm. Necə tutmuyor olur ya? Better the people. Azdan çoxdan hikayəsi. Hikaye kesip gəlirəm. Arkadaşlar oyun belədir, çox donur. Niyə belə çox donur ya? Oyun çox donur ya. Language graphics. Ha. Allah hiçbir şey görmürəm ya. Burada yok katmışlar. Lazım hayvanlar seslenmek için arada tuşuna bas. Oo, ağladı. O Grand Mystery'nin Grand Payne'e geləcək. Məncə azdan çox hamımız bu hekayə məncə yaxşı bilirik. Yəni bu hekayə bilməyən məncə yoxdur. Qaç. Oyun belə laglana bilər. Kayıtda məncə problem yoxdur. Oyun biraz lagdır. Budur Grand Payne'ın evi. Yox, budur. Allah, zifiri qaranlıqdır. Adam heç bir şey görənmir. İşte muhtarın evi. Cici kuş da orada, onu sorayım bakalım muhtar ne yerde. Geldim cici. Cici kuş muhtar nerede? Bilmem bu kuşu. İt kuş it. Heyvan kuşu heyvan. Ben bu şerefsiz ne diyeyim? Şu oğuzunu tapatarım. Ha 5 saat yoktu burada. Ben bu şuradan start edeyim. Elə Allah'a emanet gedəm elə burada. Deli Çoban anlattığı şeydə haqlıydı. Onu bulmam lazım. Ama Deli Çoban özümüzüyüz. Çünki o sənin hekayəsini bilirik. Azdan çox. What the hell? Bu oyunu oynamaq valla böyle bir. Öldürdü bizi. Ay oku kim öldürdü? Lan buraya nasıl geldim ben bu? Oyun düzdü. Biraz burada aklımı kaçırdım, o hayvanlara o şekilde nasıl dans edebiliyorum, muhtar bulmam gerek. Ama mesela Deli olan bizi axırda ona fight edəcək. Əla oyun dəqiqdən. Maraqlıdır, oynamışam. Oha. Oyunda bir dənə salamat şey yox diye. Gördük.
Bax burada İmamla şey axırda fight edəcəyimiz yerdir. Kayıtda biraz donmalar falan filan çox ola bilər. Mən bir yeni qrafiklə qısmıram ki. Hike load dosu bir oynuyor. Oyun stick senkronizasyon bilmiyorum valla. Pom. Все. O ne ya? Bu ne olur ne baş verir. FPS'e bakın. FPS, CPU karşı alem birbirine. Belki ben reset atım buna. Yani belədir də burada. Her şey karşı. Çıkışın yanına gitmeyelim. Beni çok önemliler. Dedi kuş biz bezdirib valla. Oyunun başına hiçbir şey bilmir. Ancak gizli şeyler. Kuş hayvanlar ne olmuş böyle? Muhtar nerede? O gizli yeni. Yok burada çocuk izliyor ya. Kuş tamam kızma sana her şey. Aha. Kızı işte. Aha sırf koş meydanında ilk sondaki ilk soldaki evde numarası 4 onun buna getir. Ok. Ne gel ilk 4. evi tap. Ha. Ama ölüp kuş yani oyunu bence bir oynayıp görenler görüp. Aga be şey Cici kuşun manitası. Yalnızlığın sevgisi öldü. Ay Allah. Ay san. Ben yeni yüzde çıkaracağım bu sefer. Gel buraya. Cici kuşu niye getirmedin sevgilimi? Artık yok. Nasıl ordusu? Cici kuşu neyse. Tabii ki de. Sen de çoban olmadın mısın? Biraz garip tayfalar konuşuyordu. Bir gün deli muhtar geldi. Koyunu anlatırken beni hanım seslendirdi. Muhtar sana öyle gelmişti diye bunu yolladı. Ertesi gün çoban tekrar geldi. Hayvanlar iştahı kapandı. Az oturuyordu. Etrafa bakıyordu. Hep dedi. Ev bitledi. Muhtar bugün böyle olmuştu. De yolladı. Evvelisi gün deli böyle kapattı. Sonra ortadan kayboldu. Ondan sonra muhtar sen işe aldı. Bildiklerini bundan sonra şey daha. Deli çobanın bu köyde rastladım. Mezarsa indi. Mezarsa yapılırsa diye çobanlar oldu. 2 katta 2 mərtəbəli evin məzarlığı. İncə burada məzarlıq tapdı. Məncə o kilis tərəfində o da olmalıdır məzarlıq deyilsin. Mən o tərəflərdədir. Bəlkə budur məzarlıq tərəflərdə. Hə, məzarlıq budur. Bu da 102 mərtəbəli ev. Allah'ım hazır deyiləm buna. İyilədi be buranı. Məncə bu oyunu yəni hamımız görmüş idi, bilirik. Valla at. Götür. Budur. Hiçbir şey yoktu ya. Abi çatıcılıktı ki bu evde. Kapılar da bağlayıp. Axmağım bir axmağım. Televizor. Teknolojileri açılmır. Dayı. 2'de de 3'te de kağızdı başa düşmedim. Aa bir dakika bu şeydi. O parol. Ay sağ parol. Dik bu nedir? 0 2 7. Bunlardan biri olmadı bence olan parolü. Ayda inme onu necə adını saxlayayım. Garip şey. Rakı demək istəyir. Mən burada hiçbir şey tabanmadım axı. Bu evin də mən nəysə. Vaxt məndən bozuntuya vermədən gedək. Vay.
Bu ev mən tanış gəl. Dəqiqə. Oyunu valla yadımda deyil bu tərəflərdə. Boş burada gəzirəm hələ səhərdə. Burada nəsə işlər döndü be o. Kilisə getdi. Vay da. Olmayan olmadı da. Köyün rahmetli işini. Bu niye saklasın axı bir adamı? Normal adam onu hiç saklamaz. Ha, bu iş anormaldır da, iş anormallıqdır bu. İçib, şərab, keyif eləyiblər hə. Gəl bu evdən nə taparıq ha? Açmaq istəyini buranı, açın ey. Allah nə qərar benim, mən bu gəzir bu evlə bir baxacaq da deyəsən. Bu heç bayaqki baxdığımız yerdə kilisə tərəfləri açılır, amma qazanda nə pişirlər? Buradan olsa kilisə yoldu, getmək olmaz. Aha, bu evdir. Bunun qız sevgisidir. Hələ anlamağa çalışır, nədir? Dəli çoban anı, muhtar anı, bunlar hardan tapım Git şeyler beni tapşırdı. Ha sen göre oldu it papağanı. Oo. Hemen buradan ağaracağım indi. İmamla boss fight edəcək burada. Düt. Allah, düşəcəyimiz kəndində, köyündə. Yemək yiymiş bir qab ya yumba ya da tarix əsərdir. Allah hələ anlamağa çalışıram o necə idi. Ne belə olur yavaş yiyək. Nəysə, bura bax. Açın da bu nə qaldı. Bura. Ha, nədir? Bozuk kaset. O oje nəsə irəli lazım olacaq bizə. Çikli paltarlar. Oje stol tanış gəldi mənə. What the hell? Bu nə diyor? Bu nədir? Elon Musk, Cyber. Bəs burada nə yaşayırıq bu oyunda? Koyun. Ne kadar detay. Oyunda yeganə detaylı şey bəlkə bu diye. Hardan bildirmək istəyirəm. Nə siz deyin, nə mən cavab verirəm. Deməli gəldi bu səfər bu. Bismillah. Bu nə kəndləri hamısı eyni paltarları geyinir ki. Ay hiç tabanmırıq burada. Boş-boşuna yarım saat dolanır qutarıq. Burada qarnize var yoksa yok özüm yadımda deyil. Biz burada neyinəcəyik, nə arayacaq? Hər özüm də bilmirəm nə üçün getdik. Dəli çoban axtaracaq, muhtar axtarırıq. Elə hələ boş-boşuna gələcəm deyən demək olar ki. Yenə hara gedirəmsə gedəyim, hər arabasının kəndinə eyni yerinə gəlib çatıram. Eyni yerinə gəlib çatıram kəndinə, yəni bu dəyişikliyi nə araq indi biz bunu. Məncə bu bölümdə saxlayaq, yəni inşallah gələn bölüm davam edəcək. Görüşmək üzrə, bay bay.